Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Alimlər minlərlə qidanı araşdıraraq ən sağlam məhsulu müəyyən edib. Nəticələr gözlənilməz olub. Nə ət, nə balıq, nə də tərəvəz. Hər marketdə tapıla bilən bu məhsul 100 üzərindən 97 bal toplayaraq zirvəyə çıxıb. Sağlam həyatın təməli balanslı və müxtəlif qidalanmadır. Meyvə, tərəvəz, qoz, fındıq, toxum və ət kimi təbii qidalar ürək-damar xəstəlikləri, şəkər, insult və xərçəng kimi bir çox xroniki xəstəliklərin riskini azalda bilər. Lakin ən sağlam qidaya dedikdə hansı məhsulun bu siyahının əvvəlində olduğunu heç düşünmüsünüzmü? Milli Az xəbər verir ki, ABŞ-da aparılan geniş araşdırmada alimlər minlərlə fərqli qidanı analiz edərək hər birinə qida dəyəri balı veriblər. Bu bal məhsulun gündəlik qida ehtiyaclarını balanslı şəkildə qarşılama gücünü göstərir. Araşdırmanın nəticələri isə təəccüblüdür. Badam, %97 dünyanın ən qidalandırıcı məhsulu kimi badam birinci yeri tutub. Təkli doymamış yağ turşuları ilə zəngin olan badam ürək sağlamlığını qoruyur, diabetə nəzarətə kömək edir və güclü antioksidant mənbəyi sayılır.